Herkese salam dostlar. Bu günlərim yenə Coşqun Ovçular mağazinindəyik. Sizə BCA-nın belə gözəl bir binoklunu təqdim eləmək istəyirəm. 4-16-44x-dir. Gördüyünüz kimi. Bunun qapaqları var ön və arxa hissəsində. Qapağın alt hissəsində eynək istifadə edənlər də eynəksiz atışlar üçün belə qəşəng bir funksiyası var. Üzərində zoom gördüyünüz kimi 16x zoomu var. Sağa sola ayarlamaq üçün klikləri var gördüyünüz kimi. Bir klikim 1 və 4 sm sağa sola aşağı yuxarıya endirə bilir. Yan hissəsində içərisində o plus işarəsinin işığı yanır. Üzərində paralaks ayarı var. Gördüyünüz kimi paralaks nədir? Uzaq məsafəyə baxdığı zaman bulanıqlaşır. Bulanıqlığı aradan qaldırmaq üçün paralaks ayarı var. Çox gözəl görsəli var binoklun. Uzunluğu təxmini 40 sm-dir və görsel olaraq da içində hiss edirsən ki, professional bir binokuldur da. Yəni o duzlu zaymallardan deyil. İçi dağılmır. Kim istəyərsə belə gözəl ayaqlığımız da var. Amortisator ayaqlıqdır. İri çaplı, iri tirlər üçün ideal bir ayaqlıqdır da. Binokula bağlayırsınız və iç hissəsini dağıtmamaq üçün. Gördüyünüz kimi qırmalarımız da var. Çeşit. Kırımın, Öztayın, Gamonun hər növdə qırmalar var. PCP üçün, sadə tirlər üçün. Nə desəz var mağazinimizdə də hər şey. Belə baş üçün gördüyünüz kimi fanarlar da var, lent fanarlardır. Bunlar sensorla da işləyir, sadə də işləyir. Ondan sonra belə balaca fanarlarımız da var. Çox güclü işığı var fanarın. Hər rəngdə yanır, qırmızı falan, nə rəngdə miqat eləyir. Sonra nədən danışım? Əlcəklərimiz də var. Görürsünüz ki, ova getmək üçün. Nə bilim, mağazin, ovçular mağazinidir. Balıqçılıq və ovçuluğa aid kamp üçün nə ürəyiniz istəyir var mağazində. Qanuni şəkildə satılanlardan söhbət gedir. Çox sağ olun. Kanalımızı bəyənib, videomuzu bəyənib kanalımıza da abunə olmayı yaddan çıxartmayın dostlar. Sağ olun.